Qızıl qurbağa, gözəlliyin gətirdiyi faciə. Bir vaxtlar Kosta Rikanın dağlarında, yağış meşələrinin dərinliklərində yaşayan qızıl qurbağa təbiətin ən parlaq canlılarından biri idi. Onun dərisi elə parlaq narıncı idi ki, günəş işığında sanki qızıldan düzəldilmiş kimi görünürdü. O qədər parlaq idi ki, uzaqdan belə seçilirdi. Amma bu gözəllik onun bəlasına çevrildi. Çünki bu qədər parlaq rənglər onu yırtıcılar üçün asan hədəf halına getirirdi. Sonra da iqlim dəyişməyə başladı. 1980-ci illərdə Kosta Rikada yağışlar azaldı. Hava quraqlaşdı, meşələrdəki rütubət azaldı. Qızıl qurbağalar çox həssas canlılardı. Dərilərindən nəfəs alırlar. Rütubət biraz azalan kimi nəfəs almaqda çətinlik çəkirlər. Bu, onların tükənməsinin ilk addımı idi. Amma son zərbəni çitrid adlı ölümcül bir göbələk xəstəliyi vurdu. Qısa müddətdə bütün populyasiyanı məhv etdi. 1990-cı ildə alimlər son qızıl qurbağanı gördülər və o da az sonra yoxa çıxdı. İndi bu növ tamamilə nəsli kəsilmiş sayılır. Təbiət ona möhtəşəm bir gözəllik vermişdi, amma yaşamaq şansı verməmişdi. Gözəllik bəzən xilas deyil, məhvdir.